Mentorla söhbət rubrikamızın növbəti buraxılışına xoş gəlmisiniz. Bugün bizimlə dəyərli mentorumuz Pəri Abbaslıdır. Gəlin onu daha yaxından tanıyaq. Salamlar, çox sağ olun mənə dəvət etdiyiniz üçün. Mən Pəri Abbaslı. Media və jurnalistika sahəsində əməkdaşlıq edirəm, fəaliyyət göstərirəm və hazırda Violetdə həm xarici təhsil, həm də karyerada yüksəliş, xüsusən də jurnalistika üzrə mən mentorluq edirəm. Amma bundan əlavə dediyim kimi media və jurnalistika sahəsində fəaliyyət göstərirəm və Erasmus Mundus Journalism adında ikili magistr proqramının ilk Azərbaycanlı təqaüd qazananıyam. Belə. Əla. Mentor olmağa sizi hansı səbəb və ya təcrübə təşviq elədi? Əslində jurnalistika sahəsində mentorluq anlayışı ümumiyyətlə yoxdur və bu hər zaman mənim üzərinə düşündüyüm və narahat olduğum bir hal idi. Çünki jurnalistikada məsələ çox zaman redaktor, müxbir olaraq başlayır da. Yəni sən hansısa bir yerə daxil olursansa, işçi kimi, sənin redaktorun olur ki, sənə işi öyrədir. Və bu daha çox dediyim kimi təcrübəli işçinin təcrübəsiz işçiyə yol göstərməyi ilə ibarət bir şeydir. Yəni mentorluq deyil tam olaraq. Və mən bir neçə il əvvəl də hətta bunun haqqında bloq da yazmışdım. Yəni hər zaman düşünürdüm ki, jurnalistika sahəsində mentorluq olmalıdır. Mentorluq ümumiyyətlə hər bir insan üçün əlçatan bir praktikaya çevrilməlidir. Və mənim rəfiqəm, elə Violetin hazırda da mentorlarından biri olan Zeynəb mənə bu mövzu haqqında, Violet haqqında məlumat verəndən sonra mən düşündüm ki, mən 100% bu layihə ilə əməkdaşlıq etməliyəm. Çünki mən özüm düşünürəm ki, gənc qızlara doğrudan da bu mövzuda dəstək çox vacibdir və mən də fikirləşirəm ki, gənclərlə əlaqəm olsun və yaxud da insanlara doğrudan eşidib onları anlamaq, onların dərdlərinə yanmaq mövzusunda doğrudan da ürəyi açıq bir insanam. Ona görə fikirləşdim ki, mentor 100% olsam, mən daha çox insana xeyir verə bilərəm. Əla. Növbəti sualımız ondan ibarətdir ki, menti inkişaf etdiyi zaman sizin üçün hansı daha önəmlidir? Proses yoxsa nəticə? 100% proses. Düzdür, mentilər üçün mən əminəm ki, nəticə, hətta sürətli nəticə ən idealdır. Amma biz proses ərzində çox öyrənirik, bir-birimizdən öyrənirik, inkişaf edirik və bir-birimizi daha yaxşı tanıdıqca istiqamət bir o qədər bizə daha aydın olur. Çünki mənim bəzən olub ki, mentimlə biz bir aydan sonra bəzən ola bilib ki, daha yaxşı anlamışıq ki, əslində bizim istədiyimiz nədir. Çünki mentilər biraz da həm də qapalı bir qutu kimi olurlar. Siz onlardan sual verərək, onları biraz məcbur eləyərək danışmağa, özləri haqqında ətraflı məlumat verməyə, ondan sonra biraz daha istiqamət aydınlaşır, istədiyimiz şey aydınlaşır, mentinin ambisiyaları ortaya çıxır. Çünki bəzən ola bilər ki, menti özünü çox gözəl belə deyək də cover eləyir, qapadır və bizə tutaq ki, valideynlərdən istədiyi şeyi danışır. Və siz bunu 5 dəfə görüşəndən sonra anlayırsınız ki, əslində bu mentinin də kimi dediyi şey onun valideynlərinin istədiyidir, özünün yox. Ona görə də mən düşünürəm ki, proses hər zaman ən yaxşısıdır. Çünki biz nəticəmiz ürəyimiz istəyən kimi olmasa belə həmin məqamda bir il sonra nəticə dəyişə bilər və hər bir nəticədə prosesin özündən asılı olur. Yəni ona görə mən düşünürəm ki, proses ərzində öyrəndiklərimiz nəticənin özündən qat-qat daha dəyərlidir. Çünki həmin öyrəndiklərimiz bizə illər sonra belə dəstək ola bilər, bizə kömək edə bilər. Əla. Növbəti sualımız ondan ibarətdir ki, gənclərə və yeni başlayanlara mentor olaraq hansı 3 əsas tövsiyəni verərdiniz? Birincisi mən deyərdim ki, özümüzü anlamaq, özümüzü tanımaq və nəyi istəyib, nəyi istəmədiyimizi bilmək çox vacibdir. Çünki bütün proses ərzində bizə ən çox yol göstərən şey budur. Biz nəyi istəyirik və nəyi istəmirik. Bunları yaxşı biləndə, hətta deyərdim ki, bəlkə istədiklərimizi sonradan da anlaya bilərik. Amma nə istəmədiyimizi bilmək, hətta deyərdim ki, bəlkə ilkin bir məqamdır. Və onu deyə bilərəm ki, biz hamımız şəxsi hekayələrimiz var da, düz deyil və bu bizi digərlərindən fərqləndirən əsas məqamlardır. İkinci tövsiyəm də ona gəlmək istəyirəm ki, şəxsi hekayələrimizi, özümüzü tanıdığımız məqamda şəxsi hekayələrimizi bilmək ki, biz hardan gəlmişik, kimik, özümüzü nə kimi təqdim edirik, nə kimi təmsil edirik, hansı qrupları təmsil edirik, bunu bilmək çox vacibdir. Çünki bu bizi digər namizədlərdən fərqləndirir. Yəni bizim öz şəxsi hekayələrimizi bərk-bərk qucaqlamağımız, onu anlamağımız, ona dəstək çıxmağımız, onun arxasında durmağımız bizi inana bilməyəcəyiniz qədər çox gücləndirir. Çünki bizdə olan bəzi şeylər digər namizədlərin heç birində olmaya bilər və hər zaman da belə olur bu arada. Hamımız çox individualıq və bunu öz gücümüz kimi qəbul etməliyik. Öz hekayələrimizin arxasında durduqda, öz uğurlarımızın da arxasında durmaq bir o qədər çox önəmlidir. Qazandığımız şey çox kiçik də ola bilər, amma o bizim üçün önəmlidir. Çünki onu biz qazanmışıq. Yəni öz həyatımızı başqalarının tərəzisi ilə ölçməyərək, öz kiçik uğurumuzu belə özümüz qazanmışıq deyə, yəni ki, dünyanın ən böyük şeyi kimi qalibiyyətinə sevinməliyik, onu dəyərləndirməliyik, onun arxasına durmalıyıq, onu öz qalibiyyətimiz kimi başqa insanlarla bölüşməliyik. Çünki yəni
biz dediyim kimi başqa insanlarla müqayisə edəndə bəzən ola bilər ki, nə elədiyimiz, qazandığımız nəsə digər insanlara nəzərən daha kiçik görünə bilər, amma məsələ bu olmamalıdır da. Biz əgər onu qazanmışıqsa, o bizim üçün 100%-dir, o uğura layiqdir, o təqdir etməyə layiqdir. Mentor kimi mentinizi motivasiya etmək üçün hansı üsullardan istifadə edirsiniz? Ümumiyyətlə mentilərdən biz danışanda, mentilərimiz bilirsiniz də, biraz xaotik olurlar, gələcək qayğısı, biraz da nə olacağını bilməmək, bəzən də ola bilər ki, mentorə qarşı güvənsizlik də olur ilk məqamlarda. Bunların hamısı birləşəndə menti özünü kənardan görməyə bilir. Amma mentor olaraq biz onu bilirik, onu görürük, onun güclü tərəflərini artıq ilk 3-4 görüşdə biz anlamış oluruq ki, bizim mentimizin güclü tərəfləri nədir, zəif tərəfləri, potensial zəif tərəfləri nədir və biz nəyin üstünə getməliyik yaxşı mənada və nəyi biraz ignor eləməliyik. Və bu məqamda mentimə eləyə biləcəyim ən böyük yaxşılıq və yaxud da üsul budur ki, mən ona sadəcə olaraq özünü 100% olaraq göstərməyə çalışıram. Çünki öz beynimizdə biz yaşayanda istərsəmiz özümüzü 3-4%-də görə bilirik. Amma bizim mentimiz axı 100%-dir. Uğurları ilə, yarada qaldığı işləri ilə, düşündükləri ilə bir yerdə onlar 100%-lər və bütün rənglərə sahibdirlər. Və bəzi rənglərin, belə deyək, parlaqlığı bizə daha çox lazım olur. Və həmin məqamda mənim elədiyim üsul odur ki, mən mentimə həmin o güclü olduğu rəngləri göstərirəm ki, bax, sən 100%-ində busan. İndi ağlında yaşayırsan, indi səni geriyə çəkən nələrsə var. Amma 100%-ində busa və biz həmin o 100% üçün çalışırıq. Və heç vaxt biz o 100% ola bilmərik, amma onun üçün çalışırıq. Yəni mənim üsulum budur. Mentimə özünü kənarda necə göründüyünü başa salmaq, nə qədər güclü olduğunu, nə qədər disiplinli olduğunu, bu arada belədirsə də, yəni ki, mən deyə bilərəm ki, uğurlu yollarımız olub, çünki mənim mentilərim hər zaman öz disiplinlərinin, məsuliyyətlərinin fərqində olublar. Ona görə də rahat olub onlara bu üsulu başa salmaq və yaxud da bu üsulla onlara, necə deyim, istiqamət vermək. Mentorluq yolunda qarşılaşdığınız ən böyük çətinlik nə olub və bu çətinliyin üstəsindən necə gəlmisiniz? Düzü, dediyim kimi, mənim bəxtimdənmi deyim, şansımdanmı deyim, indiyə kimi qarşılaşdığım ciddi bir problem olmayıb. Tək kiçik problem deyə biləcəyim şeylər olub ki, bəzən mentorlar özləri artıq həvəsdən düşürlər. Məncə bu ən böyük problemdir, çünki qarşımızda çox böyük maneə yaranmış olur onda. Amma o halda, dediyim kimi, mən birbaşa olaraq mentimə özünü göstərməyə çalışıram ki, bax, sən özünü hazırda belə görürsən, hansı ki, o biraz daha depressiv, biraz daha melanxolik bir hiss olur ki, mən heç nəyəm, mən heç nə bacarmıram, heç nə alınmır, hazırda dayanmışam. Amma mən o emosiyadan çıxarıb mentimə onu göstərirəm ki, bax, sən indi melanxolik bir fikirdəsən, amma sən o melanxolik fikirdə olmayanda sən əslində busan. Bunları bacarmısan, bunları istəyirsən, bunları istəmirsən və əslində nə qədər gücə sahibsən. Və onu göstərəndən sonra həmin o motivasiyadan düşmə, həvəsdən düşmə problemləri müəyyən qədər aramızdan artıq çəkilmiş olur. Əla, çox gözəl. Növbəti sualımız ondan ibarətdir ki, sizcə uğurlu mentor olmaq üçün ən vacib keyfiyyətlər hansılardır? Bunu psixologiyada deyirlər ki, əgər müştəri və yaxud da pasiyent terapistdən dəstək almağa hazır deyilsə, terapiya onda işləməyəcək böyük ehtimalla. Həmin şey də menti-mentor əlaqəsində aiddir. Yəni, əgər menti, həmin mentorun ona doğrudan ürəkdən can yandırdığına, onun hekayəsinə, öz hekayəsi kimi dəyər verdiyinə inanmasa, həmin menti-mentor arasında dinamika böyük ehtimalla o qədər ürək verici, yəni belə deyək, ümid verici olmayacaq. Buna görə də fikirləşirəm ki, mentilər birinci mentoruna güvənməlidirlər. Bu əlbəttə ki, vaxt alır, amma yəni ki, ümid olmalıdır, potensial olmalıdır ki, mən mentoruma güvənəcəm. Daha sonra əlbəttə ki, disiplinli olmalıdırlar. Menti özü disiplinli olmasa, dünyanın ən yaxşı mentoru da gəlsə, o menti heç nə eləyə bilməz. O menti ilə bir yerdə addımlamaq onlarda uğurlu alına bilməz. Təəssüflər olsun da, yəni qaydaları mən qoymuram, bu ümumiyyətlə belədir. Və ən əsası dediyim kimi disiplin və məsuliyyət. Menti özü bunu istəməsə, mentoruna güvənməsə, belə deyək, çiyini sökənməsə və disiplinli olmasa, o mentorluq təəssüflər olsun ki, uğurla böyük ehtimalla yəni nəticələnməyəcək. Buna görə mentorlara buradan çağırış eləmək istəyirəm ki, həmişə fərqində olun ki, mentor sizi dəstəkləmək üçün oradadır. Yəni günün sonunda yenə o layihəni, yenə o prosesi siz keçməlisiniz. Yenə o oturub işlərə müraciəti siz eləməlisiniz. Yenə özünüzü inkişaf etmək sizin üzərinizdədir. Mentor sizə sadəcə olaraq kənardan yaxşı bir şəkildə dəstək verən bir insandır. Amma yenə də bütün məsuliyyət və vəzifə sizin öhdəliğinizdədir. Bizimlə, yəni Violetta mentorluq proqramı ilə necə tanış olmusunuz? İli tam xatırlamıram. Məncə 2023-2024 ola bilərdi. Mənim
çox xətrini çox istədiyim və peşəkarlığına heç bir şübhəm olmadığı Zeynəb adlı bir rəfiqəm var. Biz onunla Budapeştdə bir kofe deytinə çıxanda yenə, kofe üçün görüşəndə o mənə gənc qızlara mentorluq etdiyindən bəhs elədi və Beyrət haqqında danışdı. Və mən də düşündüm ki, bu super bir layihədir. Ona görə ki, ödənişsiz bir şəkildə az təminatlı qızlara dəstək verir və dedim ki, mentorluq haqqında artıq mən düşünürdüm ki, mentorluq çox vacib bir şeydir və sadəcə olaraq üst-üstə düşdü ki, mən Zeynəblə görüşdüm, Zeynəb bu haqqda danışdı və mən fikirləşdim ki, okey, o halda mən də bu layihənin bir tərəfi ola bilərəm, yəni dəstək verə bilərəm. Və daha sonra mən Beyrətə mentor olmaq üçün müraciət elədim və müəyyən bir vaxt keçəndən sonra Beyrət komandası mənə əlaqəyə keçdi, biz görüş təyin elədik, onlayn görüş etdik və anladıq ki, biz həm də necə müraciət edə bilərik, yəni necə irəliləyə bilərik və ondan sonra həm də mən Beylətin idarəetmə komandasına keçmiş oldum və artıq 2 ildir, səhv etmirəmsə, mən Beylətin komandasındayım, həm mentor kimi, həm də komanda üzvü kimi və bu proses mənim üçün çox zövq vericidir. Ona görə ki, burada biz hamımızın bir dənə amalı var, gənc qızlara dəstək olmaq ödənişsiz bir şəkildə, sırf onların gələcəyi və sırf onların inkişafı üçün. Mənə gəlir ki, bu çox gözəl bir amaldır və bunun bir hissəsi olmaq üçün mən olduğum üçün, yəni mən çox qürurluyam. Gələcəkdə Violet mentorluq proqramının hansı istiqamətdə böyüməsini və inkişaf etməsini istərdiniz? Ümumiyyətlə mən düşünürəm ki, Violet həqiqətən bütün Azərbaycana yayıla biləcək potensiala sahib və yayılmalı da olan bir layihədir və mən də oradan həqiqətən dörd gözlə gözləyirəm ki, Violetin o ən pikini biz görək. Çünki amal olaraq, məqsəd olaraq, qoyduğu dəyərlər olaraq Violet həqiqətən buna layiqdir. Həm də gənc qızlar da buna layiqdir ki, Violet kimi bir proqrama çata bilsinlər. Və fikirləşirəm ki, əgər Violet doğrudan da Azərbaycanın bütün regionlarına belə deyək, gənc qızların bəlkə bir heç olsa 40%-ni çata bilsə, çox istəyirəm ki, biz müxtəlif sahələr üzrə, ixtisas sahələri üzrə fərqli-fərqli istiqamətlər görək. Çünki indi abituriyentlər üçün karyera seçimi, ixtisas seçimi istiqaməti var, karyerada yüksəliş var, sahibkarlıq var və xaricə təhsil var və çox istəyərdim ki, o fərqli-fərqli ixtisaslar üzrə də istiqamətlər olsun. Məsələn, marketinq istiqaməti, PR istiqaməti, nə bilim, diplomatika istiqaməti, ola bilər, nə bilim, kimya mühəndisliyi istiqaməti çox əla olar. Həqiqətən düşüncəsi belə insana çox gözəl gəlir. Yəni Violetdə bunları görmək istəyirəm və ən əsası dediyim kimi Violetin bu dəyərlərinə, bu saf dəyərlərə xidmətinə görə istəyirəm ki, Violet bütün Azərbaycandan çatmış olsun. Bununla da daha bir görüşümüzün sonuna gəldik, çatdıq. Səmimi fikirləriniz və vaxtınızı ayırdığınız üçün çox təşəkkür edirik. Bizə hər hansı bir son sözünüz və yaxud da ki, sualınız varmı? Sualım yoxdur, amma məsləhətim odur ki, menti olaraq Violetə müraciət etmək istəyən hər bir gənc qıza tövsiyə edirəm ki, əlinizi tez tutun. Yəni bu imkandan maksimum ən tez şəkildə yararlanın. Çünki Violet bu gün var, bu gün bunları təqdim eləyir və biz bilmirik gələcəkdə necə olacaq. Yəni ümidvaram ki, Violet çox uzun müddət fəaliyyət göstərəcək. Amma məncə gənclər biraz bunu unudurlar ki, bir imkan bu gün varsa, o sabah olmaya bilər. Ona görə nə qədər ki, bu gün var, nə qədər ki, sizin buna ehtiyacınız var, müraciət edin, mentorlardan dəstək alın və Violeti izləyən mentorlara da və ya da mentor ola biləcək şəxslərə də məsləhətim budur ki, əgər vaxtınız ona əl verirsə, bir gənc qızın da həyatına toxunmaq üçün mütləq şəkildə məncə müraciət edin. Bəlkə sizin kimi bir mentora bizim ehtiyacımız var və belə deyək də gözəl mentorlarla gözəl mentorları birləşdirə bilmək üçün bizə də dəstək olmuş olarsınız. Amma belə özünüzə yaxşı baxın, ən əsası budur. Hamıya da can sağlığı arzu edirəm. Bu qədər. Çox sağ olun, təşəkkür edirik. Biz də sizə can sağlığı arzu edirik. Sağ olun. Növbəti görüşlərdə görüşənədək.